uşaq bağçalarında son zamanlar uşaqların döyülməsi, şiddət göstərilməsi müzakirə olunur. Bəzən kameralara yansımaya da bilir. Kadrlar özəl bağçalara aiddir. Bilmirəm, ola bilər indi dövlət bağçalarında da belə bir şey olsun. Yəni burada nə dövlətin, nə özəlin, müəllimin məsuliyyətidir. Qarşımızda bir uşaq var, ümumiyyətlə qarşımızda canlı var. Nə dərəcədə doğrudur? Yəni uşağın bağçada döyülməyi və bir şey vurğulamaq istəyirəm. Bağça bizə bu qədərmi vacibdir? İlk 2 il valideynlə övlad arasında bağlanma formalaşır və biz bunu tez bağçaya verdikdə artıq o bağlanmamız bizimlə yox, başqa bir insanla formalaşa bilər. Bir uşağa şiddət tətbiq edən insan bir dəfə olmur bu. Demək ki, bu davamlı halda olur. Yəni niyə sən başqasının uşağını döyəsən ki? Bəli. Yəni empatiya hissi olmalıdır. Qarşımızdakı uşaqdır. Biz ona nəsə edirik. Düşünün ki, o müdafiəsizdir. Bizə nə söz deyə bilir, nə hərəkətlə bizə özünü müdafiə edə bilmir. Yəni nə dərəcədə adildir ki, ona toxunaq biz. Oyunlar bizim aynamızdır, övladımızın gün ərzindəki aynasıdır. Əgər bir valideyn övladının oyunlarını diqqətə ala bilirsə, övladının oyunlarına baxıb nəticə çıxarda bilirsə, müşahidə edə bilirsə, bu çox önəmlidir. Çünki oyunlarda uşaq gündəlik başına gələn hadisələri oyunlarında bizə göstərir. Ona görə də valideynlər diqqətli olsunlar.